Futbolcuları Niko ve Alli Futbol arasında ikinci mövsümde penaltı zamanı baş veren münaqişədən sonra Alli Futbol Niko ile eyni komandada oynamaq istəmədiyini bildirib və ultimatum qoyub. Ya mən gedəcəm, ya da Niko. Nikonun insidentlə bağlı fikirlər, penaltı epizoduna və ondan sonra baş verənlərə münasibətim belədir ki, mən hər bir işdə və hər bir sahədə peşəkar yanaşmanı sevən biri kimi bu işi qeyri-peşəkara etibar edə bilməzdim. Buna görə də özüm qazandığım penaltı zərbəsini özüm də yerinə yetirdim. Futbol bu, yəni bu kişi oyunudur da, deyək də. Və kişilərin arasında söz-söhbət düşə bilər. Yəni, belə söhbətlər var ki, mən onları açıqlaya bilmərəm. Yəni, mənim ən azından bunun üçün mənəvi haqqım yoxdur. Baş məşqçisi Ələkbər Əliyev və Media Liqanın təsisçiləri Nuqzar Kvirtiya və Ziya Əliyevlə müzakirədən sonra qərar verildi ki, Niko komandanı tərk etsin və onun rəhbərliyi altında yeni komanda Aslion yaradılsın. Nuqzar bu vəziyyəti belə şərh etdi. Biz inanırıq ki, bu addım liqamızı gücləndirəcək və bütün qarşıdurmalar yalnız futbol meydanında, idman və hörmət çərçivəsində baş verəcək. Alli futbolu isə yalnız onu dedi ki, cavabını oyunda göstərəcək və şərh verməkdən imtina etdi. Ali vurdu qolu, yenə də mənə çəkirsən. Onu sevinci zaten heç kimə maraqlı. Mənim reaksiyonum Тренировка быстро так прошла, что многие красавчик. Uşaqlar, sola. İslami təklik, həmli təklik patlamadakı mən hücuma keçirəm. Medialiga baxmayaraq, ciddi yanaşmaq lazımdır. Balibalar uduzmuru, qələbəli çıxır uşaqlar. Bizə qələbə lazım. Bu sezon biz çempion olmalıyıq. Bu sezon çıxır, çempion olalım. Bizi zərət bilən komandalar bugün deyir ki, aslayından düşməyək. Bunu da siz edeyimsiz. Xahiş edirəm, bugün də çıxıb döyüşürük, tam gücümüzü qoyuruq. Kimin nə gücü varsa, 5 dəqiqə gücüm var qardaş, 5 dəqiqə oyna. 10 dəqiqə gücüm var, 10 dəqiqə oyna. Amma bilək ki, çıxdım polada döyüşdüm. Hazırıq hamımız? Rəhib komandada indidən, Lipa var yoxsa yox? Ucuzlarla biləsiniz. 1, 2, 3, Keçən sezon mən burada bu komandanı görmüşdüm. Bu günləri burada həqiqətən də mən keçən dəfə də qrupda yazdım, indi də bunu deyirəm. İndiyə kimi həyatımda oynadığım ən möhtəşəm komanda budur. Time bitdi, hamı axırıncı futbolçuya kimi burada olsun. Oyun qutarandan sonra inandırım sizə ki, qələbəni bütün stadiona patlayacaq. Ben çaldı, o Müslüman dəqiqətənə saldı. Xoş gördük əziz tamaşaçılar. Xoş gördük yenə Əli Heydərlə birlikdə, həmkarımla birlikdə. Bəli, mən də Elkini salamlayıram. Bu dəfə isə bir növbəti qrupun oyunu. İkinci turda Xırdalan və Aslion komandaları üz-üzə gəlir. Beləliklə Xırdalan öz azarkeşlərinin yanına gedir. Qeyd edim ki, bu oyunda çoxlu Xırdalan azarkeşləri vardı və hamı şərhdən çox hazırlıqlı gəlmişlər. Heyətləri keçir. Qapıda Anar, müdafiədə mərkəzdə Mədətov və Rahil Məlikov, sağ cinahda Kutukov, Dominguez, Anton, Ruslan Abuşov, Nurgi və Nuqzar Kvirtiya, Biko, Heydər və sivil hücumda Alli Futbol. Baş məşqçisi Ələkbər Əliyev. İndi isə Aslion komandasının heyəti ilə sizi tanış edirəm. Qapıda Davud, müdafiədə Elmar, Hüseyin, Təbriz və Lazik. Lazik bugün TikTok çəkməyə yox, oynamaya, futbol oynamağa gəlib. Ortada Əli, Aron, Monareng, Həmid, Ramin və Niko komandanın kapitanı. Baş məşqçisi isə İlqar Əliyevdir. Onun da maraqlı qeyd edeyim ki, Nikonun atasıdır. Qeyd edeyim ki, bu oyunda ən çox legioner olan oyun bəlkə də bu oyundur Media Liqada. Bu da çox gözəldir, daha da gözəl yer oyunu. Bəli, tamamilə doğrudur. Aslion indi hücum təşkil edəcək. Mehdidədir. Biko topu elə keçirir. Aldı. Nuqzar. 4 nəfərin arasında. Burada məşhur Argentina-Belçika oyunu var, həmin oyunda kadr. Məncə qoymaq olar Maradona'dan 6 Belçikalı futbolçuya qarşı. Burada Biko irəliyir. Gəldi və burada isə mübahisə var. Baxaq görək burada nə oldu. Ayaq tapdalanmışdı. Biko'nun ayağı tapdalanmışdı. Əgər var olsaydı bu epizod penalti olacaqdı. Amma hakimi gözündən yayınır. Anar topu başladı.
Aha, Rahil Rahil Məlikov Azərbaycan millisinin gözəl oyunçularından biri idi. Yenə növbəti bir gözəl oyunçu Abuşova ötürmə verdi. Abuşov deyib formada da. Formadadır. Bəli. Abuşov topla irəliləyir və həmişəki 15 nömrəsində. Topu Ali və gol! Qəşəng gol idi həqiqətən də. Musa Abuşovun gözəl ötürməsindən sonra Ali topu qapıya göndərir. Bəli. Ay. Zədələnməsə yəni. Gol sevincində ilk zədələnən oyunçulardan. Yox, zədələnənlər olub. Olub amma öz inanmırdı. Bəlkə şoka düşdü ki, biraz. Qırmızı azərkeşləri Ali nəsə axtarır. Nə axtarır? Ali topu vurur və bayaqki gol sevincində göründüyü kimi rəqib azərkeşlərə onun Göstərir. öz prinsip olduğuna görə onlara göstərir ki, Amma bu golu gözəl. sizə həsr edir. Həqiqətən. Möhtəşəm pas idi. Ali elə bir istəmədən də vurdu elə. Bəli. Top ona dəydi, getdi. Təbii Davud Kərimi biraz ona köməklik göstərdi ötürmə istəmədən. verdi. Əslində Davud Kərimi Dizini. çıxartdı, sadəcə ayağını verdi girdi. Mədəydi və Belə. bir dənə də belə baxırıq gola. Gol. Orada Ali ayağını sadəcə düzgün qoydu. Düzgün Belə deyək. vurdu, bəli. O da bir cürət tələb eləyir. Bəli. Və top qapıdan Qapıdan keçdi. keçdi dostlar. 1-0. Oyunun 7-ci dəqiqəsində hesab açılır. Aslion indi hücum təşkil eləyəcək. Gözəl ortaya. Aron qəşəng ötürmə Aron sağ verdi. cinahında oynayır. Aha. Mehdidən Mehdi gözəl qapıya ötürmə, gözəl ötürmə, amma Rahil Məlikov topu uzaqlaşdırır, küncdən zərbə. bizdən zərbə olacaq. Mehdi gözəl ötürmə eləmişdi. Sadəcə Nikonun belə deyək, Rahil Məlikov Nikonun Qarşısını aldı. Allah, bəli. Qarşısını aldı, amma Rahil Məlikov da qəşəng top çıxartdı. Müzakirə göstərirlər o. Kün zərbəsində hər kəsin öz yeri olmalıdır. Kün zərbəsindən top Zərbə gözəl. Burada Amma bu oyun epizodudur. epizodudur. Uzaqdan zərbə! Sırf amma qəşəng zərbə idi. Həqiqətən gözəl çox zərbə gözəl idi. Amma Anar topu görürdü. Anar topu Qapıya görürdü. getsə də belə 200-dən zərbə olacaqdı. Amma gözəl idi. Hələ ki ən uzaqdan vurulan gol Media Liqa tarixində deyəsən Vüqar Berbalayev. Deyəsən bəli. Və hücum təşkil olunacaq. İndi müdafiədə gözəl. Ötürmə Ruslan Abuşovla oynayırlar. Ruslan Ruslan Abuşov topu itirir. Ruslan Abuşov topu itirdi və burada aha, baş məşqçi burada hissləndi Saşa Günsoğlu. Azərbaycan futbolçusu, Milli komandanın komanda keçmiş üzvü. Yəni burada Ayağına zərbə var. Nikon. Mehdi də burada. Mehdi burada gözəl pressing edir Ruslan Abuşova qarşı. Elədi. Və indi cərimə zərbəsi olacaq. Niko topa baxır nəsə. Topu yoxlayır. Bu həmin topdur. Komandanın kapitanı 10 nömrəli Niko indi cərimə zərbəsini yerinə yetirir. Görək nə baş verəcək burada. Ötürmə olacaq, zərbə olacaq birbaşa. Birbaşa zərbə idi və birbaşa meydandan kənara çıxır. top başqa bir qapıya getdi. Top şeyə dəydi, nədir? Lövhəyə dəydi desən. Birbaşa ofislərə Müzarı çağırır, məsləhətlərini verir. Yəqin əvəzetlərlə də bağlı bir müzakirə gedir orada. Hansı futbolçu girsin, hansı mövqeyə daha güclənməlidir və yox. İndi isə təzədən hücum təşkil oluna bilərdi, amma ötürmə imkansız oldu. Vadim Rahil Məlikovla oynayır. Əllə oynansa, reyq olsaydı daha yaxşı oynayardı. Ruslan Abuşov. Ruslan Abuşov. Yenə gözəl. Çox gözəl ötürmədir. Ay. Bəli, Bunu necə vurmamaq olar? bəli. Bəlkə də bu qol oyunun taleyini həll eləyərdi. Aha. Amma heyf. Güclən zərbə. Tərk elədi, zədələndi. Zədələnən var, Aron deyəsən zədələnib. Ayağını tutub. Ali futbol çıxdı deyəsən. Güclən zərbə. Zərbə. Oy. Aha. Top itməyib. Təbriz. Aha, İslam Mehrəliyev. Gözəl keçdi. Gözəl keçdi. Niko. Nikoya. Nikodan. Zərb. Və gol! Bu necə oldu? Professional qapçı Anar necə belə bir səhv elədi? Niko hamıya deyir çəkilin, nəsə eləyəcək, görək nə edəcək. Yəni ki, Yəqin xüsusi Aliyə bir gol bir cavab. sevinci. Yox. Tamam başqa. Başqa bir gol sevinci oldu. Bu da isə demək olar ki, Başqa belə qəribə bir gol oldu. Anar bəlkə də gol İslam yazdı. Əliyev sevinir. Bu da Aslion. Aslion Azarki. Saşa Yüzov. Belə bir qoldur ki, heç kim reaksiya verə bilmir. Yəni bu Heç kim şərh eləyə bilmir.
Baxırıq, top yerə dəydi. Bəli, bu gol bəzən biraz arxanslıqdan olur. Rahat olur sanki topu Mən qarşılayacaq Arsenal amma qapçıyam, bunu tutamayacağım dedi, amma tutammadı. belə deyək. Bəli. Prinsipal oyunda hesab 1-1 və qolların müəllifləri Niko və Ali Futbol. Bəli. Bu da intriqanı daha da artırır. Görə ardı necə olacaq? Baxırıq. Oy 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 oy. Gözlənilməz bir qol oldu həqiqətən də. Niko özü də gözləmədi ki. Niko özü komanda sevinir, sevinci görürük. Kədərini görürük. İslam en gözəl gol sevinci. Futbol tarixində ilk gol sevinci. Mədətovun kədərlənməsindən sonra İslamın girişi yoxdur. Rəşadın əqqabısı, Bəli. İndi 45 nömrəli legioner. Legioner o qaşıq keçdi. Güzel keçdi. Çox gözəl keçdi. Ay. Təəssüf. Çox sürətli oyunçu Çox sürətli oyuncudur yəni. Onun sürətinə çatmaq Bunlar heç qeyri-mümkündür. nə yox idi. Və atlet. Amma topu attı Lazikə. Lazik! Tərsən topu. Tempoya ötürdü. Tempo. Lazik. Elə adına uyğun da oynayır. Eləmədi Aron nəsə oyunu saxladı. Saxladı, zədələn var. Novruzov zədələnib. Bəli. Düzəldi. Gördünüz ki burada Gözəl kadrlar da var. video çəkildi Çağayev. Instagram üçün. Çağayev futbolun başını bıraktı. Ronaldo. Cristiano Instagram. Ronaldo artıq o deyil. Nüqzar. Görən İndi eləyəcək. fikirləşir, görən qəşəng bir dribling Nüqzardan və Ruslan Abuşova. Gözəl Ruslan özü vura bilərdi, amma vurmadı. Ali futbol Yəni götürülür ki, yəqin bir yəni ki, aktivitetdən sonra. doyub artıq futbolda. Gözəl ötürmə, yenə Oy oy oy, Nüqzar ötürmə geriyə qalındı. Geriyə qalındı. İndi Və İslamdan ikinci bir şansı. Abuşov İslamla mübarizə aparmadı. Amma Niko top aldı. Nəsə Görən baş verdi olacaq. orada? Aa, Nikodan zərbə, ana. Ana yenə. Ana necə yorğundur. İslam hələ də mübarizə aparır. İslam mübarizəsi çox. Anar nəsə, bugün Anarın günü deyil, belə deyək. Çünki Anarın çox möhtəşəm sevləri var. Anarı biz keçən mövsümlərdən tanıyırıq. Olur. Bəzən olur ki, sənin günün olmur futbolda. Neynəsən də alınmır. Top yenə Nüqzardadır. Nüqzar. Qəşəng ötürmə. Çox Gözəl ötürmə, gözəl gördü Abuşova Abuşovu. Ruslan Abuşov. O da gözəl ötürmə elədi və imansız Və top düşdü temponun qabağına. tempoya düşdü. Tempo. İndi buna çatmaq var. Temponun tempinə çatmaq olmur. Necə qaçır? Çox sürətlidir. Usain Bolt. Aha, o keçdi. Bəli, keçir. rəqibini keçir. Top hələ də ondadır. Niko da- Görürsən nə Niko da edir? keçir. İtələmək istədi, oyunçunu Hələ bir- alınmadı və Həm keçə bilmir, amma top həmişə onda qalır. Belə Bəli. bir Məncə bu fiziki gücü çox- Kudukov İslam Oy, oy, oy. Əliyev keçdi. İslam Əliyev o yönə keçdi. Nüqzar. Nüqzar da ki, bu nə baş verir? Bu nə kadrdır belə? Nüqzar. Oy! Gözəl Amma ötürmə doğrudan da çox Alfonsoya. gözəl ötürmədi Alfonso. Alfonso əlindən Oy, ehtiyatlı oy. olun. Ay 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 ay. Ötürmə. Ayağı qədər möhkəm deyil, əli qədər. Ümumiyyətlə sadəcə bu hücumlara 3 dənə fərqli risk çıxarır. Bəli, bəli. İslam Əliyev 18 plusu keçdi. İslam Əliyevdən gözəl ötürmə. Oy oy oy. Çox qəşəng paslı tempo. Tempo ana. Anar burada professionallığını göstərdi həqiqətən də. Oradan da bu topu çıxartmaq həqiqətən Temponun sürəti, oyunu çox gözəldir, amma bitiriciliyi biraz bitiriciliyi zəif. yoxdur bəli. Amma tempo, topu necə qoşdu? 45 nömrə Osmihen nömrəsində geyinir. Ayağının arxasından çıxartdı yanar topu. Hə? Sarı qırmızı 45 nömrə Osmihen. Osimhen. Astiyada da tempo. Bəli. Ev şəraitində Bəli. Ehtiyat Kəskin mübarizələr oyuncular burada gedir. müzakirələr aparırlar və birinci hissə bitti Bitti. əziz dostlar. Birinci hissə bitti. Dost qardaş bax qucaqlaşması. Bəli. Niko Bakuda biliyesi gördük. Saşa Yunusovlu. Ver pas Nüqzara, ver pas Nüqzara, ora sən qalar. Your job is this guy.
Sen şimdi burada kal. Burada kal. Sessiz ol. Çünkü iyice stoy makamın içinde. Və beləliklə ikinci hissə başlayır əziz dostlar. Asliyon komandası başlayır və eyni jestlə cavabı verir. Fairplay nümayişəti. Bəli, indisi Asliyon. Oyunu 50-ci dəqiqəsində Aha, hücuma keçir. Niko. Burada oyun epizoddur. Yoxsa baxaq bir dənə də. Hə, əllə toxunuş var idi, amma o qısa məsafədən çox vaxt yeni qaydalarına görə saxlanmırlar, çünki Allah saxlanır. Çox gözəl şərtçilər yəqin. Yerdə Luka yoxdur, bilib o. Məli futbolda çox Bəli, gücdən zərbə. Yıxanda penal oldu. Aha, birdən zərbə, Başla gözdən zərbə amma alınmadı və Vadim Kutukov əlini gizlətdi, gördünüz. Oy. Hər an qorxdu. Güzel, çox gözəl. Soyuqqanlı hərəkət. Çox soyuqqanlı, Nüqzar gözəl bir pas atdı. Aha, bu necə oldu? Aron çox gözəl oldu. Fırlandı top. Məncə keçən mövsümə həmişə Nüqzarın pasına Arun gol vurub deyə. Bu dəfə də, bəli. Nüqzarın pasından Arun gol vurdu. Ələkbər hissləndi. Gördüyünüz kimi. İki baş məşqçilər. Hətta meydana çıxdı, o qədər əsəbləşdi ki, özüm Ruslan, bu uşağa göz göstərişdən Ruslan. Xahiş edirəm Ruslan. Bəli. Və meydanı tərk edir. Aron baxırıq, dola baxır. Kralın bizə İslandiya millisini xatırladı. Onlar da iki baş məşqçilər həmişə meydana çıxırdılar. Bu məşqçin belə oldu. Başım qolu ilə. Onlar top ana məncə gözləmirdi zərbəni. Çıxacağını gözləyirdi və son anda top fırlandı və bunu qadın da həm də qarşısında oyunçular var, onlar görmür. Top fırlandı. Onların qarşısındakı oyunçular da mane olurdu ona. Amma ağırlama zərbəsini qeyd eləmək lazımdır. Qəşəng zərbə. Asliyon komandası 2-1. Oyunun 52-ci dəqiqəsində. Mehdi sevinir, gördünüz kimi. Baş məşqçi deyir ki, mən nə? Mənim zərbəm. Və beləliklə indi Asliyonun hücumu yox, müdafiəsi. Oyuncu. Qəşəng ya. Müdafiə qəşəng oynadı. İndi müdafiədən çıxmağa çalışırlar. Göz ötürmə. Niko qəşəng keçdi. Alfonso da. Alfonso'nun keçdi. Alfonso qaçır. Burada bir şey var idi mi? Burada pozuntusu var idi ki, bir baxıb görək. Yox. Düşünə yox idi. Niko gözə görünməz bir zərbədən. Buna nə baş verdi? Məncə özü ayağını dartdı. Əgər səhv qoydu yerə. Ola bilər. Burada nə oldu ki? Amma zərbəsi yox idi. Amma belə hamı şokdadır. Mən başa da sala bilmir ki. No! Please! Küləyindən Alfonso'nun bu arada salamlar mənim dostum. Aha, burada aləm dəydi bir-birinə. Sarı kart. Sarı etiraza görə. Etiraza görə. Amma o deyil ki, haqlı etiraz edir. Çünki burada heç nə olmadı. Amma hakimin qərarı sorğulanmır. Bəli, hakim nə qərar verdi? Yox, hakim ümumiyyətlə qayda pozuntu verilmir. Yaxşı olacaq, comeback, bəli. Bizdə dəhşil olacaq. Deyəcəm yanına gəlir oradan. Elə özü gəldi. Artıq bakın. Komandanızı müzakirə eləyir. Nüqzar topladı. Nüqzar topladı, Nüqzardan topu ala bilmirlər. Sürmək istəyir, amma Nüqzar ötürmə Nüqzar yavaş-yavaş meydandan çıxacaq. Aha. Nüqzar Ruslandan sıyrıldı. Qayda pozuntusu yoxdur, qəşəng ötürmə. Cəməcaz ötürmə. Heydər! Yenə vurdular. Bu deyəsən zədəndən futbolçu var. hesabı belə artırmaq istəyirlər. Hesab lövhəsindən Yenə oradakı məqsi yenə başqa taktikalar verir. Aha, Asliyon indi hücum təşkil edəcək. Nüqzar topu aldı və top yenə Nüqzarda qaldı. Görək indi nə olacaq. Hələ də topu Nüqzarda, Nüqzar yenə keçdi və Ali futbol görəcək. Oy. Lazikin ayaqları arasından topu ötürür.
Nazik burada. Aron da keçdi ilk. Aron keçdi. Nazik. Nazik burada harasa təpiyi vururdu. Yaxşı qutardı Nüqzar. Bir oyun oynayır Nugzar. Aha. Güzel topu saxlayır. Yəqin cərimə cəzasını ötürmə edəcək. Və elə də olur. Və da necə gol olmadı bu? Bir ax dediyim. Amma top itirilməyib müdafiə. Ay Abuşov. Orxan Hüseyn topu götürə bilmədi. Götürə bilmədi yenə. Davam eləyir Xırdala. Dunga. Dungadan gözəl bir ötürmə. 20 ilə çox dəyişib Dunga. Aha, qəşəng. Yenə Dunga. Aha. Oy, bu son təkrar. Baxırıq bu. Vay, o. 98-ci il Hacının qolu var dünya çempionatında. bəli. Eynisi ola bilərdi. Eynisi ola Və bilərdi. Medriga ən uzaqdan qol da ola bilərdi, amma Nugzarın bəxti gətirmir. Davud Kərimin Azacıq bəxti gətirir. dəqiqlik, bəli. Azacıq dəqiqlik. Qəşəng bir qol ola. Mövsümün qolu belədir. İslam azarkeşləri Məcid coşdurur. artıq əynini dəyişib. Məcid artıq başqa bir paltardadır. Ha tembolu oynadın ha uşaqlar tembolu. Azarkeşlər də coşur bu arada. Xırdan azarkeşlər məyusdur hələ ki. Hesabda geridirlər. Tempo. Tempo. Qaçdı tempo. Tempo çox. Tempo uçur. Bəli, uçur. Ay. Sürəti var amma Sürəti var amma ayaqla biraz zəif. Cəbə meydançası tərəfə ötürmə. Ötürmə. Vacim başlayalı oynayır. Əla oynadı. Dunga. Aha, qəşəng top saxladı, yaxşıdır. İsayev, Abuşov, yenə Dunga. Görək kimə ötürmə eləyəcək və Orxan ötürmə. Qəşəng ötürmə. Ay. Gözəl şəkil. Aha. Arkadaşlar Çaqayev oyuna çıxmaq üçün Çaqayev özünü bir ara yerdə arıqlatdan da gördünüz kimi arıqlama hərəkətini edir. Məsləhətlərini alır baş məşqçidən görək. Biko oyunu tərk eləyəcək və Çaqayev oyuna daxil oldu əziz dostlar. Bir nömrə. Ümumiyyətlə komanda qol vurmasa Çaqayev axırda onları arıqladacaq. Ona görə də diqqətli olmaq lazımdır. Sonar. Topu başladı. Zar, Çaqayev. Tempo ilə bacarmadı və Zərbəsi. Ay. Bu necə gol olmadı? Sonra Türkiyəli futbolçunun zərbəsi Alınmadı. azacıq dəqiqlik çatışmadı zərbəsində. Aman tanrım nə oluyor? Belədir də Türklərimiz. Acıçıq kaçırdı. Ya bilməm. Qəşəng zərbə idi, amma hayf deyil. Dəqiq olmadı. Tempo fiziki mübarizədə hamısına qalib oldu. Bəli. Abuşovdan ötürmə. Çaqayeva baxın, Çaqayev. Gözə ötürmə, ailə futbola. Ailə top saxlayamır. Hayf topu saxlayamır. Heç elə də sürətli deyil əslində. Ailə futbol birinci qoldan sonra oynamadı. 7 dəqiqədən sonra oynamadı. Belirlər. İsmail Sarabski meydana daxil olmağa hazırlaşır. Hər iki məhdisində tapşırıqını alır. Hər iki məhdisində tapşırıq. Zat başı, orada bizə caz bir improvizasiya gedir. Nə baş verir, kimə qulaq asın. Ekranda. Nüqzar zədələndi. Nüqzar ayağını batdı. Sən budur, rəqib oyunçu da gördünüz ki, ona kömək eləyir. Bunu alqışlamaq olar həqiqətən də. Nüqzar alqılıyır. Hər oyun zədəsi ötüşmür. Lənətlənmiş mövsümüdür. Təəssüf. Meydanı tərk elədi və Komanda kapitanını tərk elədi. Son dəqiqələr gedir meydanda. Yenə tempo yorulmaq bilmir və Sonat gözəl 1-2. Topa çatdı. Oralarda möhtəşəmsi. Onları çıxartdı. Tempo, qəşəng zərbə idi. Həqiqətən qəşəng də keçdi. Bundan sonra bir ondan tempoya da qaçardı. Yəni Məncə də. yorulmaq bilmir. Bundan sonra oyun olsaydı, Anar Asyon Osmiheni bu dəfə fərqlənə bilmədi. Amma burada Anadolu qeyd etmək lazımdır. Bəli, topu qəşəng seyf elədi. Ayağının İçindən vurdu. Anar topu bax belə çıxardı. Oyuna yox. 8 nömrə gir ya da 8 dəqiqə. 8 dəqiqə. 8 dəqiqə əlavə olundu. Çünki zədələn futbolçu da var idi. Çaqayev. Qəşəng Çaqayev hələ ki top itirməyib və top arasa başqa bir yerə getdi geyinmə, soyunma otağına. Çaqayev baxın təəssüfləndi. Mini
Davud Kərimin topu başlayır. Aha. Davud Kərimin pressing. Pressing var. Pressing. Davud Kərimi. Həqiqətən. Mini futbolda Avropa çempionumuz. Aha. Oy, pressing. Çıxdı. Pressing öz nəticəsini vermədi. Aron. Aron. Eşen Sağ atır. Tempoya Artıq çatmadı Asliyon. ama Oy, oy, oy. yine top tempodadır. Tempo göre tempoda topu. Hamını keçirir. Təkdir. Hayır. İslam Medreniyev. Taban Medreniyev saçları. İslam zərbə vursaydı bəlkə də gözəl bir gol ola bilərdi. Ümumiyyətlə ikinci hissədə Beydə komanda fiziki yorğundur hər iki komanda və bir dənə tempo yorğun deyildi deyə topu aksiyon topu götürən kim azı tempo götürür ki qaç. Forrest Gump filmi də burada yada düşür. İslama baxın, İslam topu saxladı amma Mesela oyundan kənar vəziyyət var idi. Yox idi, sadəcə tempo bərk qaçırır. Və qırmızı top. Yəni diqqətini çatdım ki, qırmızı top 3 dəqiqə meydanda ola bilər və 3 dəqiqə ərzində hansı komanda qol vursa, həmin komandaya 2 qol sayılır. Bəli. Ona görə Vabank gedir Xırdalan komandası və hücuma hamı hücumdadır. Hamı hücumdadır və qəşəng oynadı müdafiəsi. Lazik qəşəng oynadı. Dunga topa başlayır. Müdafiəçilər hələ də yaxşıdır. Dunga, Lazik bu dəfə alınmadı ondan topu. Bəli, Biko. Aron yerdə mübarizə apardı əməlli başda, amma qayda pozuldu. Lazik topun yanındadır. Gol olsa hesab 3-2 olacaq. Lazik mane olmağa çalışır lazım. Psixoloji olaraq. Hamı gərgin. Ümumiyyətlə boyu çox gərgin keçmişdi. Çünki görün indi bu nəticə nə olacaq? Dunga ötürməsi. Oyun taliyə həll ola bilər. Atdı, amma təəssüf ki, meydanda qalmadı. Əgər cəmi əsasına göndərsəydi, bəlkə bir epizod ola bilərdi. Xırdalanın növbəti hücum cəhdi. Hücumu, topu itirdi, amma aldılar. Sayev, Biko. Heydər! Heydərin zərbəsi! Davud Kərimi! Hesab bərabərləşə bilərdi. Çünki artıq qırmızı top yoxdur. Hesab bərabərləşə bilərdi, amma Davud Kərimi komandasını xilas elədi. Bəli, real qoldan xilas elədi. İllərlə Premier Liqa təcrübəsi olmuş Davud Kərimi və sonra mini futbolda Avropa çempionu olmuş Aslionu belə deyək. Xilas elədi. Bəli. Oradan da çox belə qəşəng bir ötürmə idi, amma bu qapıçı xilas elədi. Biko da gözəl ötürmə eləmişdi, bunu da qeyd eləmək lazımdır. Çox qəşəng ötürməkdə görə. Saşın özü girdi oyuna. Mən vuracam. Bəli, özü nəzərə alsa ki, Saşın yox, standart vəziyyətlər isə çox yaxşı. Bəli, özü girsəydi vurardı. Bəlkə də. Aha. Ötürmə. Vadim, Vadim çatmadı, Dunga topu götürdü. Təzdən zərbə. Ali. Yox, ola bilsin zaman eləyək də bir tərəfə döşün. Kimi hazırla. Davud Kərim bunlar. Oyun bitdi əziz dostlar. Çox qəşəng mübarizə getdi. Aslion komandası vura bilmədi. Vadim Kutu təəssüflənir. Və ilk azarkeşlər sevinir. Çox böyük azarkeş ordusu var idi. Lazik sevinir, Lazik oynayır. Bizdə ki, Olimpiya çempionunda belə sevinir. Axırda azar eləmək sevinirsən. Nüqzar öz azarkeşlər, ağlayırlar azarkeşlər. Nüqzar kiməsə söz verir və o adamı buraxmırlar ki, onu versin deyə. Aha, burada mübarizə, gərgin mübarizə gedir həqiqətən. Nüqzar öz tutuşlarını verir. Gələn mən də orada deyəməm. Aha. Sizlə mən Əli Heydər və Roşara verərsiniz. Xalandaşım Elkin idi. Bəli, biz idik, oyunu şərh elədik. Əgər oyunumuzun şərhini bəyəndirsə, biz kart nömrə... Yox. Bizin şərhi... Bizi üzürlü bilindik. İslam sevdirir, övladlarla bir yerdə.
Allah bunun balasını saxlasın. Yəni, onu qeyd edim ki, biz professional futbolçu deyilik, biz sadəcə şou məqsədə çıxmışıq və professional şəxsi də deyilik. Bəli. Nə səhvimiz olsa bizi üzrlü sayın. Bəli. Sadəcə istədiyim biraz şərh eləyək. Çünki bizim futbol oynamaq da uşaqlıq arzumuzdur, şərh eləməkdir. Bəli. Orada Caqayevin bədən nümayişini gördük. Başladı, amma axırı bizdədir. Çempion bizik, variant yoxdur. İnanıram ki, bundan sonra gələn oyunu da udmalıyıq, mütləq. İnşallah, Allah'a kömək edin. Nəsli bana çempionsunuz. Bu qardaş şimdi yola salıb.